Əleyhissalam buyurur ki, rə'sud-din müxalifətul həva. Dinin başı, əsası həvaya müxalif olmaqdır. Həva nədir? Həva sözünü çox eşitmirsiniz də, həva-i nəfs. Çox əxlaqi kitablardır. Həva, ərəblər bilirsiniz nəyə deyir? Quş uçur bir yerdə, enir, məsələn, bir şikarı ovlamaq üçün. Enməsinə deyirlər həva, endi. Quş uçur, bir yerdə şikar görür. Enir, məsələn, quşun öz qərar tutduğu məqamdan yerə enməsi, deyirlər həva, yəni düşdü aşağı, endi. Hər şey ki, məni endirir həvadır. Ola bilər, yaxşı şey də olsun. Maraqlısı budur. Ola bilər, ancaq günahdan söhbət getmir. Bəzən yaxşı şey məni endirir tutduğum məqamdan. Misal çəkmişəm, bir cavan oğlandır, oturub ləzzətlə Quran oxuyur. Ata deyir ki, oğlum, dur, get çörək al. Deyir, diyan, mən Quran oxuyuram, həva. Həmin o, Quran oxuması oldu onun həva-i nəfsi. Çünki burada önəmlisi budur ki, Allah mənə nə əmr eləyib? O Quranı göndərən Allah ki, sən oxumusan, deyib bunu bağla ədəblə. Qoy qırağa, get aton deyəni elə. Könlün istəyəni elədin, vəzifə və əməl eləmədin deyə elə həva-i nəfsidir. Fərqi yoxdur, yaxşı işdir, yoxsa yox. Fərqi yoxdur bunun. Hətta Quran oxumaq olsa belə. Allah istəyəni eləyəsən. Sonra da deyirsən ki, elə hər dəfə mən oturan bir namaz qılmağa bu məni bir yana göndər. Allah da onun ürəyinə salan ki, indi denən, 5 dəqiqə sonra desə gedərdin. İndi denən ki, görsün sən ürəyin istəyən işi görürsən, ya boynuna düşən vəzifəni eləyirsən. Cəmaat xoşlayır ki, ürəyi istəyən yolla dindarlıq eləsin. Bəzən belə ruhaniləri xoşlayırlar ki, cəmaatın xoşu gəlir ki, yaxşı sözlər danışır. Yəni elə ürəyimiz istəyən şeyləri danışır. Biri biraz sərt danışanda deyirlər, yox, bu tünd danışdı. Hərdən mənə də deyirlər ki, sənin sözün ürəyimizə yatır, niyə sən yumuşaq danışırsan? Sonra mən özümü qınıyıram, deyirəm, yəqin ki, nöqsan məndədir ki, bu cəmaatın bəzisini, kefi nə istəyir, ona uyğun danışıram. Bu bəlkə də nöqsanlardan biridir özüm üçün, hərdən düşünürəm. Yox, təbii ki, mövzu bu deyil ki, cəmaatın maraqlandığı şeyləri danışasan. Bu təbiidir. İnsan elə cəmaatın maraqlandığı məsələlərə gərək toxunsun. Cəmaat üçün aktual olan məsələ. Bu başqa şeydir. Amma ürək istəyən kimi, cəmaat deyir ki, mənə elə bir din tanıtdır ki, nə malımdan keçim, nə canımdan keçim, nə vaxtımdan keçim. Heç nə, elə keyflə yavaş-yavaş gedim cənnətə. Cəmaat belə bir şey istəyir. Bu da mümkünsüz bir şeydir. Yoxdur belə bir şey. Belə bir din yoxdur. Varsa da o həftədə bir dəfə gəl, mahnı oxu, dua oxu, günahı kiməsə danış ki, onun özünün bağışlanmağa ehtiyacı var. O deyir ki, get səni bağışladım. O da dinlikdən çıxır. O adamı məqsədə çatdıran din deyil. Yox, doğrudan nəyəsə çatmaq istəyirsənsə, onun çətinliyi var. Çətinliklə mümkün olur. Milakuddin, gözəl hədislərdir bunlar. Yadınızda saxlayın, bir cümlə Həzrət Əlinin kəlimat-ı qisar deyirlər, qısa sözlərdir. Milakuddin müxalifətul həva. İnsanın dininin meyarı nəfsi ilə müxalifət eləməkdir. Bunu yadınızda da demişəm. Axşam özünüzü hesaba çəkirsiniz. Filan işi gördüm, filan işi gördüm, filan işi gördüm. Orada bir dənə özünüzə sual verin ki, bu qədər yaxşı iş gördüm. Bunlardan hansı çətinlik bahasına gəldi, başa gəldi? Çətinlik. Hansını çətin idi mən elədim? Hansında mübarizə var idi? O mənim dinimin ölçüsüdür. Qalan şeylər boş şeydir. Mənim ürəyim istəyən bir çevrəm var, kruq deyirik də, çevrəmiz, rus dilində kruq deyirdik, bu söz işlədirdik. O ilə oturub dururam, danışıram, adını da qoyuram ki, möminlərlə mən görüşdüm. Bu, axşamda bir savab yazam özüm üçün ki, mən möminlərlə yox. Hansı iş gördüm gün ərzində ki, ürəyim istəməyən bir şey vardı, onu elədim. Harada mübarizə var? Milakuddin əleyhissalam buyurur. Dinin meyarı müxalifətul həva. Özünüzü aldatmayın. Allah yaxşılıq saymayacaq. Allah baxacaq ki, hansı yaxşılıqlar çətinlik bahasına başa gəlir. Nəyi ayağının altına qoydun elədin? Nəyi ayağının altına qoydun? Hamının üzünə gülmək çətin deyil, ona bir şey verməzlər. Bəzən sənə pislik eləyəni görəsən, onu bağrıva basasan, buna bir şey verirlər. İçində narahatçılıq var ondan, sənə pislik eləyir. Amma o pisliyi ayağının altına qoyasan, unudasan,
qucaqlayasan, bağrıva basasan. Bax, buna axşam hesablayanda görərsən bir şey verərlər. Əl-həva rə'sul mihan. Bu da Həzrət Əlinin hədisidir. Həva bədbəxtliklərin anasıdır. Bir də axırıncı hədisi oxuyum, sözümü üzr istəyirəm, tamamlayayım. Peyğəmbərdən də hədis. Xahiş edirəm, diqqətlə qulaq asın. Sadəcə tərcümə edirəm. Yadınızdadır, bunu birinci söhbətdə demişdim bu hədisi, amma davamını da oxuyuram. Gəldi bir nəfər, Mücaşi adında adam Peyğəmbərdən soruşdu. Bəzi ərəblər mərifət sahibi olub, suallarından görsənir. Ki, təəccüblüdür o zamanda necə olub ki, bu şeyləri düşünüblər, yəni, fikirləşiblər. Gəlir Peyğəmbərdən soruşur ki, ya Rəsulallah, keyfət təriq ilə mərifətil haqq. Deyir, ya Rəsulallah, haqqı tanımağın yolu hardandır? Qal, mərifətün nəfs, özü tanımaqdan keçir. Özü çox geniş mövzudur. Danışmışam da mən neçə dəfə. Niyə içəridə axtarasan Allahı çöldə yox? O çox mühüm mövzudur. Biz deyirik yol, sırat-ı müstəqim, doğru yol. Yol qıraqdadır. Biz yol deyəndə elə bilirik bu gedilən yol. Yol deyəndə həmişə nəzərinizə gətirin ki, içəri gedən yol. İçəri, hər şey içəridədir. İçəridə. Bir hicabları çəkirsən, içəridə tapırsan xəzinəni. Yol yəni içəriyə gedən yol. Ona görə deyim, mərifətün nəfs. Fəqalə ya Rasulallah, fəkeyfət təriq ilə müvafəqətil haqq. Deyir, haqla müvafiq olmağın, haqqa müvafiq olmağın. Müvafiq bilirik də nədir? Haqqa müvafiq var, bir də müxalif var. Haqla müvafiq olmağın yolu nədir? Qal, müxalifətün nəfs. Peyğəmbər buyurdu ki, istəyirsən haqqa müvafiq olasan, haqqın müvafiqlik nəfsə müxaliflikdədir. Ürəyim istəyənə müxalif olam, yox deyəm. Ürəyim bunu istəyir, yox desəm, haqqa müvafiqdir. Sonra soruşur. Fəkeyfət təriq ilə rizəl haqq. Haqqın razılığını qazanmağın yolu nədir ki, Allah məndən razı olsun? Qulaq asın diqqətlə. Qalə səxətün nəfs. Nəfsün səndən narazı qalsın. Hamısı görürsən, nəfsin başındadır. Allah məndən necə eləyim razı qalsın? Bax gör, nəfsün dediyini eləmədin, onu eləməyəndə axı narazı qalır səndən ki, niyə eləmədin? Uşaq kimidir, ağlayır. Bir alimdən soruşdular, özünü necə tərbiyə elədin? Dedi ki, nəfsimi qoydum qabağıma, uşaq kimi danladın. Dedim, ay nəfs, sənə olmaz bunu eləmək. Bunu sən istəyirsən, necə uşaq istiyə soyuğa baxmaz deyər, dondurma al mənə, mən yemək istəyirəm. Sən başa salırsan, deyir, nəfsimi belə başa saldım. Soruşur ki, necə haqqın razılığını əldə edeyim? Qalə səxətün nəfs. Nəfs narazı qalsın. Fə keyfət təriq ilə vəslil haqq. Haqqa qovuşmağın yolu nədir ya Rəsulallah? Haqqa qovuşmağın yolu. Qalə həcrun nəfs. Nəfsdən uzaq olmaqdadır. Haqqa qovuşmaq istəyirsənsə, nəfsdən uzaq ol. Fəkeyfət təriq ilə taətil haqq. Haqqa itayətin yolu nədir? Qal isyanun nəfs. Haqqa itayətin yolu nəfsünlə döyüşməkdədir, vuruşmaqdadır. Fəkeyfət təriq ilə zikril haqq. Qalə nisyanun nəfs. Haqqı yad eləməyin yolu nədir? Nəfsü yaddan çıxardasan. İstədiklərin o qədər məşq eləyəsən ki, ürəyin istəyənlər yadından çıxsın ki, Allah yadında olsun. Və axırıncısı ixtisarla deyirəm sizə. Fəkeyfət təriq ilə unsil haqq. İstəyirəm deyir, Allahla ünsiyyət yaradım, ləzzət alım ibadətdən. Onun yolu nədir? Əl-vəhşətu minən nəfs. Nəfsdən qorxmaqdadır. Ən qorxulu düşməndən necə qorxursansa, nəfsdən qorx. Həmişə içində bir şey var ki, əleyhivə plan qurur. Düşməni qıraqda axtarma. O plan qurur sənə necə zərbə vursun. O sənin içindədir. Həmişə ondan vəhşətli ol, diqqətli ol. Keçən dəfə də dedim, yaxşı iş görən kimi demə, yaxşı iş gördüm. Dinən ki, o məndən çıxmaz. Yəqin nəfsimin nəsə rolu var burada. Nəyisə qarışdırıb, elə bilirəm ki, yaxşı iş görmüşəm. Burada ondan vəhşət eləməklə haqla ünsiyyət yarada bilərsən. Gördünüz hədisi? Hədis başdan ayağa deyir, nəyə getmək istəyirsənsə, hara çatmaq istəyirsənsə, istədikləri o ayağın altına qoymalısan. Ürəyin istəyən şeyləri ayağın altına qoymalısan ki, nəyəsə çatasan. İstəyirsən yatırsan, istəyirsən geyinirsən, istəyirsən danışırsan, istəyirsən durursan, heç kəs belə heç nəyə çata bilməz.
Paltarı niyə bu paltarı giymirsən? Ürəyim istəyir. Ürəyim istəyir cavabını Allah qəbul eləməyəcək qiyamətdə bizdən. Deyir, kim əyninə libas giyinsə ki, cəmaatın diqqətini cəlb eləsin, libas əynində olduğu müddətdə Allah ona nəzər eləməz. Mənası bu deyil, yaxşı paltar giyinməyin, həmin paltarı giyin. Amma adından ilahi, sən xoşlayırsan, mən səliqəli giyinəm, sənə görə giyinmişəm. Sən razı qalasan. Çünki sənin xoşun gəlir, mən səliqəli olam, ətirli olam, xoş görsənəm. Amma yox, maşını seçəsən bunu istəyirəm, evi seçəsən bunu istəyirəm, nə vaxt istəyirsən yatasan, nə vaxt istəyirsən durasan, hara istəyirsən gedəsən, haradan istəyirsən gələsən, deyəsən ki, mən haqqa qovuşmaq istəyirəm, nəyəsə çatmaq istəyirəm, bu mümkünsüz bir şeydir. Bundan insan heç bir şeyə həyatında çata bilmir, heç bir məqama çata bilmir. Niyə sübh namazını Allah vacib buyurub, yəni ürəyin istəyəndə durmayacaqsan, mən istəyəndə duracaqsan. Mən deyirəm sənə ki, filan saatda dur, özə dəyişir. Gündə 1 dəqiqə, 2 dəqiqə. İnsan da hər gün saata baxır, Allahın xoşu gəlir ki, mənim məbudum məndən istəyib ki, bugün filan saatda yuxudan durum. Bax, o istəyirəm, yatam, durdum, bundadır hər şey. İstəyirəm, deyəm, demədim, bundadır hər şey. Yoxsa ibadət saymayacaqlar qiyamətdə. Sayacaqlar, amma bu meyarla sayacaqlar. Hansı daha çətin oldu? Və axırıncı ayə ilə sözümü qutarım ki, sözümüz bərəkətli olsun. Bir dənə ayədir, bunu keçmişdə oxumuşam. Cənnətlə cəhənnəm haqqındadır, 2 cümlə ayədir. Buyurur ki, cənnətə getməyin yolunu bir cümlədə bəyan eləyir. Bütün cənnətə getməyin yolu bu bir cümlədir. Əmmə mən xafə məqamə Rəbbihi. Əmmə mən xafə məqamə Rəbbihi və nəhən nəfsə anil həva fə innəl cənnətə hiyəl məva. Bir cümlədə. Kim Allahın məqamından qorxsa, çəkinsə və nəhən nəfsə anil həva, nəfsin həvasından uzaq olsa, yəni onun əksinə getsə, fə innəl cənnətə hiyəl məva. Cənnət onun yeridir. Və əmmə mən təğa, kim tüğyan eləsə və asarəl həyatət dünya fə innəl cəhimə hiyəl məva. Kim ürək istəyən eləsə, cəhənnəm onun yeridir. Biz 1 saat danışırıq, nəyəsə başa salaq, o bir cümlədə hər şey deyir. Kim istəyir cənnətə getsin, əmmə mən xafə məqamə Rəbbihi və nəhən nəfsə ənil həva. İstəyinin əksinə getmək. Bunu keçmişdə də demişəm ki, söhbətdən sonra məşq eləyir.